Salam uşaqlar. Bu gün sizlərlə Landa Nəşriyyatının 4-cü siniflər üçün olan monitorinq kitabından yekun monitorinq 6-nın riyaziyyat suallarının izahını paylaşacağam. 31-ci suala baxırıq. Hansı iki ədədin fərqi 36057 edər? Yəni, burada sizə rahat olsun deyə bir-bir ədədləri çıxmayasınız deyə ilk əvvəl 36-dır və bu hər bir ədədin ilk iki rəqəmini işarələyirəm. Görək, hansıları çıxsam 36 alınır. 56-dan 43 çıxırıq, qalır 13, bu deyil. 56-dan 20 çıxsam qalır 36, deməli bu olma ehtimalı var. 56-dan 13 çıxırıq, qalır 43 və s. bunlar deyil. İndi bu iki ədədi çıxırıq. 56376 çıxırıq. 20319, 20319. 16-dan 9 çıxırıq 7, 6 qalmışdı. 6-dan 1 çıxırıq 5, 0, 6 və 3. 36057. Doğru cavabımız kvadrat və üçbucaq olmuş olacaq C variantı. 32-ci suala baxırıq. 48376 ədədi ilə onun minlik və yüzlüklər mərtəbəsindəki rəqəmlərinin yerini dəyişməklə alınan ədədi müqayisə edin. Baxırıq, təhlik, onluq, yüzlük, minlik, 10 minlik. Deməli, burada mən 8 və 3-ün yerini dəyişəcəm və alınan yeni ədəd 43876 olmuş olacaq. Bu da B variantına uyğun gəlmiş olur. Keçirik 33-cü suala. 33-cü sualda deyir ki, 768 ulduz ədədi ən yaxın onluğa qədər yuvarlaqlaşdırıldıqda 7680 alınarsa, ulduz simvolunun yerinə yazıla biləcək rəqəmləri cəmini neçədir? Tapırıq 7680 və altında da yazırıq 768, burada ulduz çəkə bilərəm. İndi baxırıq. Ümumiyyətlə fikir verin, burada onluq hissəsi dəyişməyib. Onluq hissəsi dəyişməyibsə, bizim də qaydamız var idi ki, əgər təhlikdə, yəni ədədin sağında 1, 2, 3, 4 gələrsə, dəyişmir soldakı ədəd. Yox, əgər 4-dən yuxarı 5, 6, 7, 8, 9 gələrsə, bir vahid böyüyür. Bu qaydanı da xatırlamaqda fayda var və yaxud da 1 yazıram, yuvarlaqlaşdırıram, elə 7680 qalır. 2 yazsam da eyni 7680 olacaq. 3 yazsam da 7680 olur. 4 yazsam da 7680 olmuş olur. Amma 5 yazanda 7690 olur. Ona görə də 4-dən yuxarı çıxmıram və bu ədədlərin cəmini tapsam, cavab 10 almış olaram. 34. Sözlə yazılmış 34107 olan ədədin rəqəmlərinin cəmi neçədir? Ümumiyyətlə, sözlə yazılan ədədləri yazmaq üçün, tapmaq üçün, heç bir səhvə yol verməmək üçün sinif üsulundan istifadə edin. Minlik sinifi, burada minlikdir, çünki milyonluq yoxdur. Ona görə sadəcə minliyi götürürəm və təhlik sinifi. Hər sinifdə də 3 mərtəbə olmalıdır. İndi burada 34.000 dediyi üçün 34'ü buradan yazacağım. 1000 bu boşluq deməkdir, sinifin adıdır. 107, burada yazacağım 107. Və salam, bu qədər sadə. Ədədim budur. İndi məndən ədədi soruşmur. Ədədin rəqəmlərinin cəmini soruşur. 3-ün üstə 4, 7, 7-ün üstə 1, 8, 8-ün üstə 0, 8, yenə 8-ün üstə 7, 15. D variantı doğru olmuş olacaq. 35-ci sualımıza baxırıq. Hansı mədddə fərq əvəzetmə üsulu ilə tapılmışdır? Əvəzetmə üsulunda azalana uyğun hərəkət eləmirik, çıxılana uyğun hərəkət edirik. Yəni, çıxılanı sıfırlara yaxınlaşdırırıq. Burada plus 4 yazıb, plus 4 olmalı deyildi. Çıx 4 olsaydı, burada çıx 4 yazsaydım, bu uyğun olardı. Amma bu deyil. B variantında baxıram, 998-in üstünə 2 gəlib ki, bu sıfıra, yəni 1000-ə yaxınlaşsın. Bəli, bu doğrudur. Və burada da eyni qaydanın üstə 2 gəldiyi üçün doğru cavab B olacaq. C niyə olmaz? Çünki plus 1 gələndə heç bir sıfıra yaxınlaşma halı baş vermir. D-də də -9 -9'dur. Burada diqqət edin, azalanı
sıfıra, yəni onluğa yaxınlaşdırırlar. Çıxılanı yox. Bizə də lazımdır ki, çıxılan onluğa yaxınlaşsın və ona uyğun azalanın üstünə ədəd gəlsin və yaxud da ədəd çıxılsın. Yəni, əgər burada çıx 5 və burada uyğun olaraq çıx 5 yazılsaydı, onda D-ni də doğru götürə bilərdim. Bir dənə doğru variant B variantı olmuş olacaq. 36'da 5347 plus ABCD bərabərdir 10372. Verilmiş toplama əməlində ABCD ədədi neçədir? Deməli, toplanan və cəm. Biz bilirik ki, naməlum toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxmaq lazımdır. Məlum toplananda 10372-dir. 10372-dən çıxıram 5347. 2-dən 7 çıxmaq olmur. 12-dən 7 çıxıram 5. Burada qalır 6. 6-dan 4 çıxıram 2. 3-dən 3 0. 10-dur. 10-dan da 5 çıxıram 5. 5025. B variantı doğru olmuş olacaq. Keçirik növbəti 37-ci sualımıza. Bir tarlada 21375 kiloqram pomidor yığıldı. Bu pomidorlar 9 yük maşınına bərabər miqdarda yığılarsa, hər yük maşınında nə qədər pomidor olar? Bərabər miqdarda sözü varsa, deməli, həmin ədədi hissələrə böləcəm. Yəni, bölmə əməlindən istifadə edəcəm. 21375-i böləcəm 9-a. 21-də 9 2 dəfə yerləşir. 18 yazıram. 3. 33-də 9 3 dəfə yerləşir. 27. 67-də 9 7 dəfə yerləşir. 63 və 45-də də 9 5 dəfə yerləşir. 2375 B variantı doğru olmuş olacaq. 38-ə baxırıq. 38-də deyir ki, 4, 7, 3, 0 rəqəmlərindən bir dəfə istifadə etməklə yaranan ən böyük və ən kiçik ədədlərin fərqi neçədir? Ən böyük ədədi tapmaq üçün rəqəmləri böyükdən kiçiyə düzəcəm. 7, 4, 3, 0. Ən kiçik tapmaq üçün isə kiçikdən böyüyə düzməliyəm. Amma burada sonuncu rəqəm 0 olduğu üçün kiçikdən böyüyə düzəndə 4 rəqəmli alınmır, 3 rəqəmli alınacaq və bu doğru sayılmır. Ona görə 3 ilə 0-ın yerini dəyişəcəm. 3, 0, 4, 7. Ən kiçik ədədim bu olmuş olacaq. İndi bunların fərqini tapırıq. 10-dan 7 çıxırıq 3. 12-dən 4 çıxırıq 8. Burada qaldı 3. Burada da qalır 4. 4383 D variantı doğru olmuş olacaq. Və baxırıq növbəti 39-cu sualımıza. 39-cu sualda deyir ki, şəklə əsasən hansı körbucaqdır? Baxın, uşaqlar, körbucaqları işarələyirəm. İndi, baxın, burada TS, amma burada heç bir hərf yoxdur. Və mən bunu bucaq saya bilmərəm. Gərək burada bir hərf ola ki, onu mən bucaq kimi götürəm. Bu T, S, TS götürsəm, bu düz xətti göstərir. Bu deyil. M, L, K. Bəli, bunu bucaq saya bilərəm. Və yaxud da K, L, M. Belə də oxuya bilərəm. Bu da bucaq sayılır. K, L, M. Burada N, Q və yenə üçüncü tərəfin yoxdur hərfi. Ona görə də bunu da bucaq saymaq olar. Olmaz. N, Q düz xətt sayılacaq. Doğru cavab ona görə də B variantı yalnız K, L, M olmuş olacaq. 40-da hansı bərddəki ədəd həm 8-ə, həm də 12-yə qalıqsız bölünür? Buradakı bütün variantlara baxanda C xaricində bütün variantlar 8-ə qalıqsız bölünür. İndi baxıram, 32 12-yə bölünürmü? Xeyr, 40-da bölünmür və doğru cavab 72 olacaq. 72 12-yə bölünür və düşür 6 dəfə. Ona görə D-ni işarələyirik. Bir bidon 36 litr su tutur. Çəndəki 432 litr suyu boşaltmaq üçün neçə bidon lazımdır? Baxın, bunu tapmaq üçün 432-ni 36-ya böləcəyik. 432 bölürük 36-ya. 43-də bir dəfə. 36, 13-dən 6 çıxıram 7 və 72-yi də bölürüm 36-ya. 2 dəfə götürək. 2 dəfə 6, 2, 1 yadda. 6, 72. 12 bidon lazımdır ki, bunu boşaldaq.
Baxırıq 42-ci suala. Bostandan yığılan 84 yeşik tərəvəz 12 mağazaya bərabər sayda paylandı. Hər mağazaya neçə yeşik tərəvəz verildi? Baxın, burada da bərabər sayda sözü olduğu üçün bölmə əməlindən istifadə edəcəm. Və 84-ü 12-yə böləcəm. 84-ü bölürəm 12-yə. 7 dəfə, 7 dəfə 2, 4, 1 yadda və 84, 0. Doğru cavab 7 olmuş olacaq. 43-cü suala baxırıq. Mağaza şənbə günü 25 kiloqram meyvənin satışından 75 manat gəlir əldə etdi. Bazar günü isə 186 manat gəlir əldə olundu. Mağazada bazar günü satılan meyvə şənbə günü satılan meyvədən nə qədər çoxdur? Deməli, 25 kiloqram meyvənin satışından 75 manat gəlir əldə olunub. Görək, 1 kiloqramı nə qədərdir? Neçəyə satılır bunun? 75-i buna görə bölürəm 25-ə. 75-i 25-ə bölürəm, düşür 3 dəfə. 3 dəfə 5, 5, 1 yadda, 3 dəfə 2, 6, üstə 1, 75. Deməli, 3 manata satılır kiloqramı. İndi 186-nı 3-ə bölürəm. Görüm 186-nın içində neçə dənə 3 var. 18-də 3, 6 dəfə çıxıram 0, 6-da da 3, 2 dəfə. Yəni 62 kiloqram. Bir dəqiqə. 62 kiloqram. Daha doğrusu, 62 kiloqram. İndi 62-dən də çıxıram 25-i, görək nə qalır. Çünki deyir ki, bazar günü satılan meyvə, şənbə günü satılan meyvədən nə qədər çoxdur. 12-dən 5 çıxırıq, qalır 7. Burada da 5-dən də 2, 3. Doğru cavab 37, C variantı olmuş olacaq. Növbəti 44-cü sualımıza baxırıq. Hansı bənddəki vurma əməlinin nəticəsi ən kiçikdir? Burada variantları bir-bir vurub yoxlaya da bilərsiniz və yaxud da belə bir üsuldan da istifadə edə bilərsiniz ki, baxıram ki, nə edə bilərəm. Elə bir-bir vurub yoxlamaq sizin üçün daha alternativsiz, yəni doğru variant olmuş olacaq. 1348-i vururam 76. Ən azından belə deyək ki, ədədləri ən yüksək mərtəbəyə qədər yuvarlaqlaşdırıb vura da bilərsiniz. Bunu yüksək mərtəbəyə yuvarlaqlaşdırsam olacaq 1000. 1000-i də 70, bu da olur 80. 1000-i də 80-ə vuranda olur 80.000. B bəndində isə bunu yuvarlaqlaşdırıram, olur 20.000. 20.000-i də vururam 20-yə, olacaq 40.000. Sonra C bəndində bu da 20.000 alınır və vuracam 30-a, alınacaq 60.000. Daha doğrusu 20.000 yox, üzr istəyirəm. 2.000-i də vururum 60.000 alınır. Bu da 2.000, bu düz yazmışam. 20.000 dedim, amma 2.000-dir, üzr istəyirəm. 2.000-i 20-yə vururam 40.000 alınır. Burada da 2.000-i 30-a vururam 60.000 alınır. Burada yuvarlaqlaşdıranda isə 4.000 olur. 4.000-i də 30-a vuranda alınır 12, 120.000. Deməli, bunların içində ən kiçiyi B variantı olmuş olacaq. Yəni, ən alternativ doğru qısa yolu budur. Ən yüksək mərtəbəyə qədər yuvarlaqlaşdırın və vurun. Beləcə, ən kiçik olanı tapa bilərsiniz. Amma daha dəqiq üsulu isə bir-bir variantları qırıb yoxlamaqdır. Amma ən tez üsulu budur, yuvarlaqlaşdıraraq yoxlamaq. 45-ə baxırıq. 45-ci sualda görək nə deyir? Bir yük maşını 5 saat ərzində müəyyən qədər yol getdi. Bir yük maşını 5 saat ərzində müəyyən qədər yol getdi. Növbəti 5 saat ərzində yük maşınının sürəti 2 dəfə artırdılar. Bu zaman yük maşının getdiyi yolun əvvəlki 5 saat ərzində getdiyi yolla müqayisəsi nə qədərdir?
Deməli, baxın, əvvəlcə gedir 5 saat, eləmi? 5 saata misal üçün gedir 10 kilometr yol. Bunu bölsəm 5-ə, saatda sürəti 2-dir. Növbəti 5 saatda isə sürəti 2 dəfə artırırlar. 2 dəfə artıranda isə artıq nə baş verir? Deməli, 2 dəfə çoxalır da sürət. 2 dəfə çoxalırsa, həmən yolu 2 dəfə daha tez gedir. Ona görə də doğru cavab olacaq C variantı. 2 dəfə çoxdur. Yəni, belə deyək də, belə izah edeyim. 20 kilometr misal üçün yoldur. 20-ni 5 saata geçsə, saatda 4 kilometr düşər. Bölünən 5-ə düşür 4 kilometr saat sürət, eləmi? Sonra deyir ki, növbəti 5 saat ərzində bu sürəti 2 dəfə artırıb. Yəni 8 kilometr saat sürətlə hərəkət edib. Və belə olsa 5 saat ərzində 5-i vuracam 8-ə, alınacaq 40. Deməli 40 kilometr yol gedər. 40 kilometr yolda 20 kilometr yoldan 2 dəfə çoxdur. Heç belə nümunə qoyub hesablaya bilərsiniz. Nümunəsiz də hesablaya bilərsiniz ki, sürət 2 dəfə artıbsa, yol da 2 dəfə çoxalmış olacaq. Ona görə də doğru cavab C variantı olmuş olacaq. Baxırıq 46-cı suala. Deyir C bərabərdir 9 olarsa 2348 vur C plus 5768 ifadəsinin qiymətini tapın. Yəni, bura C-nin yerinə 9 yazacam və ifadənin qiymətini hesablayacam. Birinci vurma əməli yerinə yetirilir. Vururuq 9-a. 9 dəfə 8, 72, 2 yazıram, 7 yadda. 9 dəfə 4, 36, üstə 7, 43, 3 yazırıq, 4 yadda. 9 dəfə 3, 27, 1 yazıram, 3 yadda. 9 dəfə 2, 18 və 21. Üstünə gəlirik 5700, bir dəqiqə buradan yerin səhv yazdım. 5768. 0-1 yadda, 0-1 yadda, 8, 9, 6 və 2, 26900. D variantı doğru olmuş olacaq. Keçirik növbəti 47-ciyə. Kvadratın tərəfinin uzunluğunu 8 sm azaltdıqdan sonra onun perimetri 52 sm oldu. Əvvəl verilən kvadratın sahəsini tapın. Deməli, uşaqlar, bu tip tapşırıqları həll edəndə nə edirsiniz? Kvadratın deyir ki, əvvəlki tərəfini bilmirəm, amma sonrakini bilirəm ki, sonrakını perimetrindən tapıram. Deməli, kvadratın perimetri düsturu nədir? P bərabərdir 4 vurulsun A. Sahə düsturu nədir? A vurulsun A, yəni tərəfin tərəfinə vururam və yaxud da A-nın kvadratı kimi də işarə eləmək olar bunu. İndi burada P bərabərdir 4 vurulsun A-da 52 verib perimetri. Yəni P-nin yerinə, bu P-nin yerinə yazıram 52. Bərabərdir 4 vurulsun A. A-nı tapıram. Tənlik alındı mı? A-nı tapmaq üçün də 52-ni böləcəm 4-ə. Və buradan da A bərabərdir 1 və 3, 13. Deməli, kvadratın 8 sm azaldılandan sonra alınan tərəfi 13 olub. Əvvəlki tərəfində tapmaq üçün 13-ün üstünə 8-i gələcəm. O da eləyəcək 21. İndi deyir ki, bunun sahəsini tap. Bunun da sahəsini tapmaq üçün 21-i vurmalıyam 21-ə. Bərabərdir. 21-i 21-ə vuraq. Olacaq 1-i vururam 21-ə 21 və 2-ni 21-ə vuranda 42 olmuş olacaq. 1, 4 və 441 C variantı doğru cavab olmuş olur. 48-ci suala baxırıq. 6-ya vur və 2 çıx qaydasına əsasən simvolların yerinə hansı ədəd yazılmalıdır? Deməli, burada nə edirik? Yəni, bu ədədi 6-ya vururam, çıxıram 2, alınır 28. İndi burada 28-i vuracam 6-ya, aldığım cavabdan da 2 çıxacam.
6 dəfə 8 olur 48. 8 yazıram. 4 dəfə yadda. 6 dəfə 2 12 üstə 4 16. 168-dən də 2 çıxıram, qalır 166. Deməli, ulduzun yerində 166 alınacaq. Ümumiyyətlə, burada baxanda elə C variantı doğrudur. Çünki başqa bir 166 alınan variant yoxdur. Amma davam edək. 166-nı da vururam 6-ya. 6 dəfə 6, 36. 6 yazıram 3 yadda. 9, 3 yadda və 9. Və çıxıram 2, qalır 994. Doğru cavab C olmuş olacaq. 49-cu suala baxaq. Hər birində eyni sayda gül olan 9 buketdə cəmi 126 gül var. 25 belə buketdə neçə gül var? Eyni sayda deyirsə, burada bir buketdəki gülü tapmaq üçün böləcəm. Bölmə əməlindən istifadə edəcəm. Yenə deyirəm, eyni sayda, bərabər sayda, eyni miqdarda sözləri olarsa, bölmə əməli burada işə yarayır. Mütləq bölmə əməlindən istifadə edirik. 126-nı bölürük 9-a, beləcə bir buketdəki gülün sayını tapırıq. 12-də 9 bir dəfə, 36-da da 9 4 dəfə. 14. Deməli, bir buketdə 14 gül var. İndi baxaq görək, 25 buketdə nə qədər gül var? Bunu tapmaq üçün 25-i vururuq 14-ə. 0, 2 yadda, 8, 10 və 25. Cavab olur 350. 350 gül. Dəqiqə. Aha. Doğru cavab B variantı olmuş olacaq. Keçirik növbəti 50-ci suala. Rəqəmləri müxtəlif olan ən böyük və ən kiçik 4 rəqəmli ədədlərin fərqinin 50 mislini tapın. Ən böyük rəqəmlərin müxtəlif və ən böyük ədəd deyir. Ona görə ən böyük deyirsə 9-dan başlayıram. 9, 8, 7, 6. 4 rəqəmli deyir axı. Ən kiçiyi tap deyirsə, ən kiçik 1-dən başlayıram. Yanına 0 yazıram. 2 və 3. Bunların fərqini çıxıram. 3, 5, 8, 8. 52 mislini tapıram. Yəni 52-yə vururam. 88, 8853 vuram 52-yə. 6, 0, 1 yadda, 7, 1 yadda və 17. Keçdik 5 dəfə 3, 5, 1 yadda, 6, 2 yadda, 2, 4 yadda və 44. 6, 5, 3, 1 yadda, 0, 1 yadda, 6 və 4. 460.356 D variantı doğru olmuş olacaq. Növbəti 51-ci suala baxırıq. Fəhlə saat 8:35-də işə başlayıb, işini 17:20-də bitirdi. O gün orta 1 saat 15 dəqiqə istirahət etmişdirsə, neçə saat işləmişdir? Birinci görək ümumi nə qədər vaxt sərf eləyib. Ona görə də 17:20-dən çıxacam 8:35-i. Uşaqlar, buradakı çıxmada diqqətli olun. 20-dən 35 çıxmaq olmursa 1 saata alıb verirəm. 1 saat normal çıxmadakı onluqlar kimi olmur. 1 saat 60 dəqiqədir. 60-ın da üstə 20 gələm, eləyir 80 dəqiqə. İndi 80-dən 35 çıxmalıyam mən. Burada da qalır 16, onu da nəzərə alaq. 0-dan 5 çıxmaq olmur. 10-dan 5 çıxıram, qalır 5. 7 qalmışdı. 7-dən də 3 çıxır. Bir dəqiqə görüm 3-dürmü? Hə, 7-dən də 3 çıxıram, qalır 4. İndi burada 16-dan da 8 çıxıram, qalır 8. 8:45. Ümumi sərf elədiyi vaxt 8:45-dir. İndi bundan 1 saat 15 dəqiqəni istirahətə sərf eləyibsə, bundan da 1 saat 15-i çıxacam. Çıxıram, 5-dən 5, 0, 3 və 7. 7 saat yarım, yəni 7 saat 30 dəqiqə işə vaxt sərf eləyib, 1 saat 15 dəqiqədə istirahətə. Keçirik 52-ci sualımıza. 52-ci sualda deyir ki, Fuad 83 qəpikdən 4 qələm və 13 manat 80 qəpiyə kitab aldı. O satıcıya 20 manat pul veribsə, satıcı ona nə qədər pul qaytarmalıdır?
Deməli 83-ü birinci 4-ə vururam. Görüm cəmi qələmlərə nə qədər pul verib. 2 bir yadda 20 32 və 33. 3 manat. Daha doğrusu 3 manat 32 qəpik. Belə deyək. 2 bir yadda 32 33. İndi 13 manat 80 qəpikdə kitaba verib. Və bunun da üstünə gələm 13 manat 80 qəpik. 2 bir yadda 6 7 və 1. 17 manat 12 qəpik. 20 manatdan da çıxıram 17 manat 12 qəpiyə. Burada 0 da ata bilərəm ki, tarazıyım. 1 manat alıb verirəm. Ondan 2 çıxıram, qalır 8. 9-dan 1 çıxıram, yenə 8. Burada isə 2 və 0. 2 manat 88 qəpik pul qalmış olur. B variantı doğru olacaq. Keçirik növbəti 53-cü sualımıza. 53-cü sualda deyir ki, Asim 50 qəpiklik, 20 qəpiklik və 10 qəpiklik olmaqla 4 manat pulu var. Bu qəpiklərin sayı bərabər olarsa, bu qəpiklərin hər birindən neçə ədəddir? Yəni 50 qəpikliyi var, 20 qəpikliyi var və 10 qəpikliyi var. Hamısının da sayı bərabərdir. İndi bu tip tapşırıqlarda ya cədvəl formada qrup yoxlamalısan, ya da variantları yerinə qoyaraq qrup yoxlamalısan. Məsələni yoxlamalısan. Hamısı eyni sayda olduğu üçün götürək A variantını. 4 ədəd. 4-ü 50-yə vururam 2 eləyir, yəni 2 manat. 4-ü 20-yə vururam 80 qəpik eləyir. Qoy bir də bura manat yazım. Bura qəp yazım. 4-ü də 10-a vururam, bu da eləyir 40 qəpik. Toplayanda mənə 4 manatı verirmi? Xeyr, vermir. Keçirəm B variantını yoxlayıram. B variantında nə deyir? 6. 6 dəfə 5-in 3. Elədi nə? 3 manat. 6 dəfə 2-in 1 manat 20 qəpik. 6 dəfə də 10-un 60 qəpik. Toplayanda nə eləyir? 4 manat 80 qəpik. Bu deyil. Keçirəm C variantını yoxlayıram. 5. 5 dəfə 5 2 manatı 50 qəpik eləyir. 2.50. 5 dəfə 20 1 manat eləyir. 5 dəfə 10 da 50 qəpik eləyir. Və toplayıram. 2 manat 50 qəpiyin üstə 1 manat 3 manat 50 qəpik. Üstə də 50 qəpik gələm 4 manat eləmiş olur. Doğru cavab C variantı olacaq. Növbəti 54-cü suala baxırıq. 783.679 ədədinin 8, 6, 9 rəqəmlərinə uyğun mərtəbə vahidlərinin sayını 2 vahid azalsaq, bu ədəd nə qədər azalar? Gəlin, baxaq 7, daha doğrusu 8, 6 və 9-un mərtəbə vahidlərinin sayını. Yəni, burada gördüyümüz rəqəmləri 2 vahid azaldıq. 7 olduğu kimi qalır. 8-i 2 vahid azaldıram, 6 olur. 3-ü olduğu kimi saxlayıram. 6-nı 2 vahid azaldıram, 4 olur. 7 olduğu kimi qalır və 9-u 2 vahid azaldanda 7 olur. Bu ədəd deyir nə qədər azalar? Gəlin, baxaq. Bu nədir? Birinci, ən qısa yolu, yəni bundan bunu çıxaraq tapa bilərəm. Və yaxud da digər bir yolu da necə eləyə bilərəm? Bir dəqiqə çıxım, sonra digər yola keçək. 2, 0, 2, 0, 2 və 0. Yəni 20.202 vahid azalar. C variantı. İndi qısa yolu nədir? Baxıram, təhlikdir, onluqdur, minlikdir, 10 minlikdir, 100 minlik, təhlik onluq, yüzlük, minlik, 10 minlik, bir dəqiqə qarış-qırış etdim. Təhlik, onluq, yüzlük, minlik, 10 minlik, 100 minlik. İndi mənə deyir ki, 10 minliyi azalt. 10 min. 10 mini 2 vahid azaldıramsa 20 mini olmuş olur da bu.
Eləmi? Sonra deyir ki, 6 nədir? Yüzlük, təhliyə olunmuş yüzlük. Yüzlüyü də 2 vahid azalt deyirsə, bura 2 yazıram. Sonra 9 nədir? Təhlikdir. Təhliyi də azalt 2 vahid deyirsə, burada 2 yazıram. Görürsünüzmü? 20.202 alınırmı? Alınır. Yəni, bu yol sizə çətin gəlirsə, normal qaydada həmin o rəqəmlər olan mərtəbələri azaldın və alınan cavabı da doğru hesab edin. 55. 4 ardıcıl ədədin cəmi 9-a böldükdə qismətdə 26, qalıqda 8 alınır. Bu ədədlərdən ən böyüyü neçədir? Birinci gəlin tapaq, görək. Bölünməmişdən əvvəlki ədəd nədir? Cəm daha doğrusu nədir? Birinci cəmi tapıram. Cəmi tapmaq üçün qisməti bölənə vurub üstünə qalığı gəlirəm. 26-nı vuracam 9-a. Bir dəqiqə. 26 vuraq 9. 4, 5 yadda, 18 üstə 5, 23. 234-ün də üstünə 8 gəlirəm, qalır 242. İndi 4 dənə ardıcıl ədədin cəmi 242-dir. Bunu siz tam hissə modeli ilə də eləyə bilərsiniz. Tənlikdən də eləyə bilərsiniz. Gəlin, mən sizə tam hissə modeli ilə başa salım. Bu birinci ədəd, bu ikinci ədəd, bu üçüncü və bu dördüncü. Birinci, yadınızda saxlayın ki, ardıcıl ədədlər arasında həmişə bir vahid fərq olur. Yəni, məsəl üçün, 2 1-dən 1 böyükdür, 3 2-dən 1 vahid böyükdür. Yəni, bu qayda ilə. İndi baxıram, birinci ədədim kvadratdır, ikinci ədədim kvadrat üstə 1-dir, üçüncü ədədim kvadrat üstə 2 olacaq, dördüncü ədədim də kvadrat üstə 3 olmuş olacaq. Və bunların hamısının cəmi olmalıdır. Bayaq nə tapdıq? 242. İndi birinci buranı toplayıram. 1-in üstə 2 gələm, 3, 3-ün üstə də 3, 6. Ən rahat yol 242-dən çıxıram 6-nı. Nə alıram? 236. 236-nı isə 4-ə bölürəm. Çünki burada 4 dənə kvadrat var. Tam hissə modelinə əsasən. 236-nı da böləndə 4-ə nə qalmış olacaq? 5, 20, 30, 6-nı da 4-ə böləndə 9, 59. Deməli, birinci ədədim oldu. Bir dəqiqə burada qələmin rəngini mən dəyişmiş olum. 59, ikinci olacaq 60, üçüncü 61, dördüncü 62. Bizdən də nəyi soruşur? Ən böyücü soruşur. Yəni 62 doğru cavab olmuş olacaq. Bunların hər ikisini, dördünü də toplasaq 242 ədədini almış olarıq. Keçirik növbəti 56-cı sualımıza. Düzbucaqlı bağçanın uzunluğu 15 metr, sahəsi isə 120 metrdir. Bağçanın bütün tərəfləri 3 metr artırılır. Yeni bağçanın perimetri neçə metrdir? Birinci düzbucaqlı çəkirəm. Bu bağçamdır mənim. Bura biraz əyri oldu, eyb yoxdur. İndi bağçanın deyir ki, uzunluğu, yəni bu tərəfi 15-dir. Bura 15-dirsə, burada avtomatik 15 olacaq, çünki qarşı tərəflər bərabərdir. Eni bilmirəm neçədir, amma mənə sahəni verib 120. Düzbucaqlının sahə düsturu nədir? Sahəsi bərabərdir. A vurulsun B-yə, yəni en vurulsun uzuna. İndi burada ədədlərimi yerinə qoyuram. Sahəyə verib 120. Bərabərdir. A-ya verib, sualdır, bilmirəm. B-yə də verib 15. A-nı olduğu kimi yazıram. B də 15-dir. İndi A-nı buradan tapaq. A bərabərdir. 120-ni bölürəm 15-ə. 120-yi də 15-ə böləndə 8 dəfə götürürəm. 8 dəfə 5, 0, 4 yadda və 12. Doğru cavab 8. Deməli, bunun eni 8 imiş. İndi ardı var məsələnin. Məsələnin ardında isə deyir ki, bağçanın bütün tərəflərini 3 metr artırırlar. Deməli, 8-in üstə 3 gələm, 15-in üstə 3 gələm, yenə 8-in üstə 3 və 15-in üstə 3. Görək, yeni bağçanın perimetrini tapacaq, sahəsini yox. 8-in üstə 3 eləyir 11. 15-in üstə 3 eləyir 18. Bunların cəmin
2-yə də vura bilərsiniz perimetri tapmaq üçün. Və yaxud da 11 üstəgəl 11 üstəgəl 18 üstəgəl 18 qaydası ilə də tapa bilərsiniz. İndi gəlin birinci yuxarıdakını, sonra aşağıdakını hesablayaq. 11-in üssü 18 eləyir 29. 29-u da vururam 2-yə, alınır 8, 58. İndi 11-in üssü 11, 22. 22-in üssü 18, 30, 40. 40-ın da üssü 18, 58 olmuş olacaq. Doğru cavabım 58-dir. Keçirik 57-ci suala. Bucaq COD, daha doğrusu COD bucağının dərəcə ölçüsü neçədir? Baxırıq. Deməli, uşaqlar, ümumiyyətlə bu bucaq məsələlərində ən rahat yol nədir? Düz xəttin dərəcə ölçüsü, yəni buradan bura 180 dərəcədir. Vəssalam, bunu bilsəz, rahat şəkildə bu bucağın dərəcə ölçüsünü tapa bilərsiniz. Necə? Buranı verib 48, buranı verib, bir dəqiqə üstün yazdım, 85. İndi ortanı tap deyir. Yəni, biz bilməliyik ki, bu üçünün cəmi mənə 180-i verməlidir. Ona görə də 48-in üstünə 85-i gələm. 8-in üstünə 5 və 180-dən də bunların cəmi çıxacaq. İndi yazıram. 180 çıx. 8-in üstünə 5 gələm. Eləyir 3, 1 yadda, 12, 13 bərabərdir. 180-dən də 133-ü çıxanda qalacaq 7 və 7-dən də 3, 4, 47 dərəcə. Deməli, bu bucağın, yəni COD-nin dərəcə ölçüsü 47 dərəcə olmuş olacaq. Keçirik növbəti 58-ci suala. Yəni, diaqrama diqqətlə baxın, ondan sonra 58-ci sualı oxuyaq. Müştəri sayının ən çox olduğu ay hansıdır? Uşaqlar, diaqramla işləyərkən həmişə baxın. Ən çox hara göstərir? Buranı, eləmi? Səndən ədədi soruşmur, ayı soruşur. Özünü çaşdırma. Bu da gəlib hansı aya düşür? İyul ayına. Ona görə bunun cavabı olacaq iyul. Keçdik 59-cu suala baxırıq. 4 ay ərzində cəmi müştəri sayı nə qədər olmuşdur? Bir dəqiqə balacalaşdırım, bu suallar hər biri düşsün. İndi baxıram. İyun ayında nə qədər müştəri olub? 200. Bir məsələni qeyd edeyim. Baxın, burada 4 ay deyir, amma burada 5 dənə ədəd verib. Və bu sizi çaşdırmasın. Ona görə də bir-bir aylar üzrə gedib ədədləri tapmalıyam. Çaşmamaq üçün. İyulda nə qədər olub müştəri sayı? 300. Üstəgəl, avqustda nə qədər olub? 250. Üstəgəl, sentyabrda nə qədər olub? 100. Bərabərdir. 200-ün üstə 300, 500, 500-ün üstə 250, 750, 750-nin də üstünə 100 eləyir 850. Deməli, 4 ay ərzində 850 müştəri olub. Yenə deyirəm, buradakı 5 rəqəm sizi çaşdırmasın. Siz aylar üzrə tapın, görün nə qədər olub. Keçirik onun, daha doğrusu 60-cı suala. Hansı ay əvvəlki aya nisbətən daha çox müştəri sayı artmışdır? İndi baxaq, pozaq bir dənə bu cədvəli, piktoqramı. İndi əvvəlki ayla deyir. Burada 300-dür, burada 200-dür. Deməli, artıb. Burada 300-dür, burada 250-dir. Deməli, azalıb. Burada 250-dir, burada 100-dür. Burada da azalıb. Bir dənə artım iyul ayında olub. İyul ayında iyun ayına nisbətən müştəri sayı artmış olmuşdur. Ona görə də bunun da cavabı iyul olmuş olacaq. Bu qədər uşaqlar. Riyaziyyat suallarını da izahını paylaşdığım və hər birinizə uğurlar arzu edirəm. Ümid edirəm ki, bu videolar sizin üçün faydalı olmuş olacaq.